JavaScript-də klass və prototip mövzusu çox vacib mövzulardan biridir. Çünki JavaScript-in obyekt sistemini tam başa düşmək üçün prototip məntiqini bilmək lazımdır. Klass isə bunun daha rahat yazılış formasıdır. İndi prototip nədir? JavaScript-də bütün obyektlər başqa bir obyektdən xüsusiyyət, yəni miras ala bilir. Bu sistemin adı prototip chain, yəni prototip zənciri, prototypal inheritance, yəni prototip mirası adlanır. Ən vacib cümlə isə bax budur. JavaScript-də inheritance prototip vasitəsilə işləyir. İndi gəlin bir obyekt yaradaq və prototipi daha yaxından görmüş olaq. Mən gəlirəm const user1 bərabərdir. Dırnaqlı mötərizə əlavə edirəm və bura name rnrtv deyə yazıram. Və konsola user1-i yazdığım zaman baxın bir dırnaqlı mötərizə içərisində dəyəri name olan rnrtv yazısını görmüş olduq. Və mən bunu bir neçə dəfə yeniləyirəm. Baxın qarşımıza obyekt yazısı gəlmiş oldu. Yəni biz hal-hazırda bir obyekt yaratmışıq və bu obyektin içərisində name və ən aşağıda görmüş olduğunuz kimi prototip yazısı vardır. Və burada da obyekt prototipi vardır. İndi mən bu obyekt prototipini açdığım zaman burada birdən çox özəllik və metodları görmüş olam. İndi mən gəlirəm burada user1.name yazıram. Hal-hazırda user1 içərisində bir dəyərimiz olduğuna görə name olaraq rnrtv yazısı gəlmiş olacaqdır. Bəs mən user1.toString metodunu yazsam, baxın burada massiv içərisində obyekt və böyük hərflə yazılmış obyekt gələcəkdir. Bu yazılış onu göstərir ki, user1 obyekt tipindən olan bir obyektdir. Yəni mən gəlirəm burada toString-i silirəm. İndi bu toString bizə haradan gəlir? Bu toString JavaScript prototip chain-dən yuxarı baxır. Yəni obyekt prototipinə. İndi mən gəlirəm. Burada obyekt prototipini açmış olam və baxın toString-in burada yazıldığını görmüş olduq. İndi prototip chain-in, yəni prototip zəncirinin necə işlədiyini artıq anlamış olduq. JavaScript əgər burada, yəni user1 obyekti içərisində hər hansısa bir property tapmasa, gəlir obyekt prototipinə baxır. Əgər obyekt prototipində də yoxdursa, o zaman son dəyər olaraq null cavabını almış olacaq. Prototipin ən böyük məqsədlərindən biri də həm kod təkrarını azaltmaq, həm də memory, yəni yaddaşını daha effektiv istifadə etməkdir. İndi bu cümlənin bir də kodla yazılışını gördükdən sonra daha aydın başa düşəcəyik. Ancaq gəlin ilk olaraq class mövzusu ilə tanış olaq. Class obyekt yaratmaq üçün istifadə olunan xüsusi bir sintaksisdir. İndi bir class yaratmaq olduqca sadədir. Gəlirəm burada function. Class adları hər zaman böyük hərflə yazılır. User deyə yazıram. Və burada misal parametr olaraq name deyə əlavə edirik. Və ikinci parametr olaraq da age əlavə edirik. Və biz class içərisində həmin bu parametrləri almaq üçün this.name bərabər edirik name-ə. This.age isə bərabər edirik age-ə. Baxın burada this nə üçün istifadə olunur? Yəni this açar kəlməsindən nə üçün istifadə olunur? Çünki biz hal-hazırda bu obyektin içərisində, yəni user obyektinin içərisində olduğumuza görə bu this açar kəlməsindən istifadə edərək bunu misal bu şəkildə yazırıq. Tutalım ki, name 2. Misal rnrtv. Baxın biz obyekt dərsini keçdiyimiz zaman name'in bu şəkildə yazılışını və dəyərinin isə bu şəkildə yazılışını görmüşdük. Bu isə class mövzusunda bu şəkildə ifadə olunur. Yəni this.name'i bərabər edirik bizim buradan aldığımız parametrə. This.age bərabər edirik bizim user'dan aldığımız parametrə. Və bu
class içərisində bir də funksiya yaza bilirik. Misal this nöqtə show name deyə yazıram və bərabər edirəm. Function olaraq sadəcə ad vermədən bu şəkildə dırnaqlı mötərizələri qoyaraq konsola this nöqtə name'i və this nöqtə age'i bu şəkildə yazdırmağa çalışıram. Yəni biz class içərisində həm özəlliyimizi, həm də metodumuzu vermiş olduq. Və gəlirəm burada const user 1 deyə yazıram və bunu bərabər edirəm. Biz klassı bir dəyişkənə bərabər etmək üçün new açar kəlməsindən istifadə edəcəyik. Yəni mən gəlirəm burada new user deyə yazıram və class adını bura qeyd etdim və arqument olaraq rnr.tv və yaş olaraq isə misal 50 deyə yazıram. İndi konsola gəlirəm və konsolda class içərisində verdiyim dəyərləri görmək istəyirəm. Mən user1 nöqtə name deyə yazıram. Və baxın konsola rnr.tv yazısı gəlmiş oldu. Və yaxud da ki user1 nöqtə age deyə yazıram və 50 dəyərini görmüş olduq. Və bu funksiyanı çağırmaq üçün isə sadəcə gəlirəm burada user1 nöqtə show name funksiyasını bu şəkildə qeyd edirəm. Və konsola rnr.tv və 50 deyə gəlmiş oldu. İndi mən funksiya içərisində əgər this yazmasam, baxın yenə cavabımız gəlmiş olacaqdır. This açar kəlməsini burada yazmayaraq da dəyərləri bu şəkildə əldə edə bilərik. İndi mən tutalım ki ikinci bir user 2 deyə yazıram və bunu bərabər edirəm new user'a və burada da tutalım ki 50 deyə yazıram və yaş olaraq isə 25 deyə dəyəri qeyd etmiş oluram. Və eyni qaydada user 2, daha doğrusu bunu konsolda yazaq, konsola user 2 nöqtə name deyə yazdığım zaman baxın 50 dəyərini görmüş olduq. İndi mən user 2'yə bütövlükdə baxmaq istəsəm, baxın burada user klassında age, name və show name adlı funksiya vardır. Və bu funksiya bizim az əvvəl qeyd etdiyimiz kimi prototipin ən böyük məqsədlərindən biri nə idi? Kod təkrarını azaltmaq və yaddaşı effektiv istifadə etmək idi. Ancaq burada show name həm yaddaşı doldurur, həm də hər user yaratdığımız zaman burada show name funksiyasını hər dəfəsində görmüş olacaq. Ancaq mən gəlib bu funksiyanı class içərisində bu şəkildə yazsam, gəlirəm user nöqtə prototip yazıram və show name'i buraya əlavə edirəm. Daha sonra bərabər edirəm bu funksiyanın özünə və bunu yoruma alaq və bunu da buraya əlavə edək. İndi kodlarımızı sərgəli hala saldıq. Baxın, user prototipində hətta bir mötərizə də əlavə etdi və sərgəli hala bu şəkildə salmış oldu. Yəni belə də yaza bilərik. Bu şəkildə də yazmaq mümkündür. İndi user 2'yə baxdığımız zaman name və age'i buradan görmüş olduq. Yəni biz bunu yazmamışdan əvvəl gəlin bunu mötərizəyə alaq, yoruma alaq və bunu yorumdan çıxardaq. Baxın burada show name'i də görmüş olduq konsolda. Ancaq mən gəlib user prototipinə bunu əlavə etdiyim zaman artıq burada name və age'i görürük. Bəs bizim yazdığımız show name haradadır? Show name prototipin içərisindədir. Baxın, show name burada bu şəkildə yazılmışdır. Və mən user 2 nöqtə show name funksiyasını çağırdığım zaman 50 və 25 dəyərini görmüş olduq.
Hətta bunu user 1 üçün də istifadə edə bilərik. Baxın, user 1 .showName yazdığımız zaman 50 və 25 dəyərini burada görmüş olduq. Və prototipin də ən böyük məqsədlərindən biri də budur. Həm kod təkrarını azaldır, həm də yaddaşın daha çox dolmasının qarşısını alır. Və mən birdən çox user əlavə etdiyim zaman artıq showName-i user'ın prototipindən istifadə edərək yazmış olacağam. Bu dərsimizdə də prototip chain, yəni prototip zənciri haqqında ətraflı danışdım. Gələn növbəti dərslərdə artıq prototip mirası haqqında danışacağam. Bu da önəmli mövzulardan biridir. Ancaq mən bundan sonraki dərsdə this açar kəlməsi haqqında ətraflı danışacağam. This açar kəlməsini qarışdırılacaq məqamlar da vardır. Kodlaşdırmada bu necə istifadə olunur və hətta bir çox proqramçıların belə qarışdırdığı məqamlardan biridir. Ümidvaram ki, gələn sonraki dərsimizdə bu mövzu tam oturmuş olacaqdır. Bu dərsimizdən də bu qədər. Gələn növbəti dərslərimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.